Dadlı Əllər kanalından hər birinizə salam. Bugün menümüzdə qarğıdalı salatı var. Daha az ingredientlə necə qarğıdalı salatı hazırlayıram, onu sizlərlə bölüşəcəm. Xiyarların tomlarını çıxartmağı unutmuruq, çünki salata su sala bilər. Bu salata əsasən yaxşı soğan vurular, ancaq biz soğan sevmədiyimiz üçün soğandan istifadə etmədim, sadə göyərti vurdum. İncə-incə doğranmış kişniş və şüydü salatıma əlavə etdim. Yumurtaları qaynadarkən suyuna yarım dilim limon qatsanız daha rahat soyular. Bu reseptə əsasən yumurtanı 2 dənə də vurmaq olar. Ətrafa düşən yumurta üçün üzr istəyirəm. Toyuq filesini istəyə görə az və ya çox vurmaq olar. Hətta bu salatda inək ətindən istifadə etmək olar. Biz sevmədiyimiz üçün mən toyuq file etdim və birazcıq çox etdim. Və ən sonda mayonezini, duzunu və istiotunu vururuq. Mayonezini çox vurmayın, o zaman salat daha ağır hiss olunur. Az vurduqda isə çox ləzzətli alınır. Və beləcə salatımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun.